Cahilliyin əlamətləri. Görkəmli alim Şeyx Məhəmməd Süleyman Ət-Təmimi, Allah ona rəhmət eləsin, demişdi. Aşağıda qeyd ediləcək məsələlər üstündə Peyğəmbərlə, ona və ailəsinə Allahın salavatı və salamı olsun, kitab əhli, yəni Yəhudi və Xristiyan, habelə başqa batil etiqad sahibləri olan nadan və cahil adamlar arasında mübahisələr baş vermişdir. Bu məsələlərin ən əhəmiyyətli və ən təhlükəli olanı o adamların Rəsulullahın, ona və ailəsinə Allahın salavatı və salamı olsun, dediklərinə qəlbən inanmamaları idi. Buna görə də cahiliyyə əhlinin yaxşı kimi görünən cəhətləri onun üçün xəsarətə çevrildi. Allah Taala'nın buyurduğu kimi batilə iman gətirib Allahı inkar edənlər uduzmuşlar. Əl-Ənkəbut 52. Bu məsələlər əsasında cahilliyi müəyyən edən əlamətlər məlum olmuşdur. Bunlar aşağıdakılardır. 1. Şirk əlaməti. Onlar dua və ibadətdə öz övliyalarını vahid Allaha şərik qoşur, onların Allah dərgahında şəfaətlərini istəyirdilər. Allah Taala bunlar barədə buyurur. Onlar nə xeyir, nə də zərər verə bilən Allahdan qeyrilərinə ibadət edib deyirlər ki, bunlar Allah dərgahında bizim şəfaətçilərimizdirlər. Yunus 18. Həmçinin Allah buyurur, Allahdan qeyrisini özlərinə övliya seçənlər deyirlər ki, biz onlara yalnız Allaha yaxınlaşmaq üçün ibadət edirik. Əz-Zümər 3. Cahiliyyə ərəbləri əsasən bu məsələdə Peyğəmbərlərə, ona və ailəsinə Allahın salavatı və salamı olsun, qarşı çıxmışlar. Peyğəmbər, ona və ailəsinə Allahın salavatı və salamı olsun, tam bir səmimiyyətlə bildirmişdir ki, bütün Peyğəmbərlər Allahın dini ilə göndərilmişdir. Bütün əməllərdən yalnız səmimi qəlbdən görülən məqbuldur. O bildirir ki, bu dini qəbul etməyənləri Allah cənnətdən mərhum etmiş və cəhənnəm odunu onların qismətinə yazmışdır. İnsanlar bu məsələyə görə müsəlman və kafir olaraq iki qismə bölünmüş, onlar arasındakı düşmənçilik və bu məsələ ilə bağlı olaraq meydana gəlmişdir. Onun həlli yolunda cihad barədə fitvalar verilmişdir. Allah Taala belə buyurur, onları öldürün ki, fitnə törənməsin və din bütünlüklə Allaha məxsus olsun. Əl-Ənfal 39. Peyğəmbərlərin və övliyaların qəbirlərini ziyarətgahlara və ibadət yerlərinə çevirmək cahilliyin əlamətidir. Bunu haram edən hədisdə Ömərə istinad edilərək rəvayət edilir. Qəbirlər üstündə çıraqlar qoymaq, bayramlar keçirmək, qurban kəsmək, həmçinin övliyaların izlərini təbərik, yəni bərəkət kimi qəbul etmək, məsələn, seminarlar keçirilməsi, övliyalara xidmət etməklə fəxr etmək cahilliyin əlamətləridir. Alimlər və əməli salih adamların şəninə təriflər söyləməkdə ifrata varmaq, cin və şeytana iman gətirmək də cahilliyin əlamətidir. Allah Taala'nın kəlamında deyildiyi kimi, ey kitab əhli, öz dininizdə ifrata yol verməyin, Allah haqqında yalnız haqq olanı deyin. Ən-Nisa 171. 2. Dini və dünyavi işlərdə parçalanma əlaməti. Cahiliyyə ərəbləri öz dini və dünyavi işlərində parçalanmış vəziyyətdə olub və bu halı savab, yəni düzgün hesab ediblər. Hər dəstə məxsus olduğu dinə görə sevinib, Ər-Rum 32. Allah Taala onlara vahid dinlə birləşməyi əmr etdi. Allah Nuh'a tövsiyə etdiyini sizə şəriət, yəni ehkam etdi. İbrahimə, Musaya və İsa'ya nəsihət bildiyini isə sənə, ya Məhəmməd, vəhy buyurdu ki, dini qoruyub parçalamayasız. Əş-Şura 13. Teala həmçinin buyurur, sənin, ya Peyğəmbər, dinlərini parçalayıb dəstələrə bölünənlərlə heç bir əlaqən yoxdur. Əl-Ən'am 159. Allah Taala bizi cahiliyyə əhlinə bənzətməkdən çəkindirərək buyurur, açıq aydın dəlillər əldə etdikdən sonra belə parçalanıb bir-biri ilə ixtilafda olanlar kimi olmayın. Ali İmran 105. Allah Taala bizi həmçinin dini məsələlərdə fikir ayrılığından çəkindirərək buyurur, hamılıqla Allahın ipindən yapışıb parçalanmayın. Ali İmran 103. Allah ayələrinin möcüzələrindəndir ki, onlar Allahın birlik barədə tövsiyələrini inkar edib, onun yasaq etdiyi fitnə fəsadlara qurşandıqları zaman hər dəstə özündən olana sevinən oldu. Əl-Müminin 53. 3. Cahiliyyə ərəbləri dövrün hakimlərinə və
hökmdarlarına qarşı çıxmağı fəzilət, onlara itaət və tabiçilik isə alçaqlıq və zəlillik bilirdilər. Peyğəmbər ona və onun ailəsinə Allahın salavatı və salamı olsun, onların bu mövqeyinə qarşı çıxıb hökmdarların zülmünə səbrlə dözməyi, itaət və tabiçilik göstərməyi, onlara nəsihətlər verməyi əmr etdi. Özü də bu işdə nümunələr göstərib uğurlar qazandı. Peyğəmbərlə ona və ailəsinə Allahın salavatı və salamı olsun, cahiliyyə ərəbləri arasında bu üç məsələdə ixtilaflar Əl-Buxari və Müslimin eyni adlı Əs-Səhiheyn, yəni iki səhih əsərində verilir. Əl-Buxari və Müslimin Əbu Hüreyrəyə istinadən rəvayət etdikləri hədisdə deyilir: Allah Taala sizə üç şeyi əmr etmişdir. Allahdan qeyrisinə ibadət etməməyi, ona şərik qoşmamağı, hamılıqla Allahın ipindən yapışıb parçalanmamağı və bir də Allahın üzərimizdə hakim təyin etdiyi şəxslərə məsləhət verməyi. İnsanların din və dünya işlərində xəsarət və itkilərə məruz qalmalarının əsas səbəbi də məhz bu üç məsələni bütünlüklə və ya qismən inkar etmələridir. 4. Təqlid əlaməti. Cahiliyyə əhlinin dinlərinin əsaslandığı ən böyük təməl təqlididir. Ümumiyyətlə təqlid əvvəldən axıra kimi bütün kafirlərin ən nəhəng bazasıdır. Allah Taala bu barədə buyurur: həmçinin sənə qədər ya Peyğəmbər, hər hansı bir bölgəyə Allahın əzabı ilə qorxudan bir Peyğəmbər göndərdiysə, onun naz-nemət içində olan başçıları dedilər: biz atalarımızın bir dinə tapındığını görmüşük, biz də onların yolunu tutub onları təqlid edirik. Əz-Zuhruf 23. Allah Taala həmçinin onlara buyurur: Allahın nazil etdiyinə tabi olun. Deyiləndə, onlar deyir ki, biz atalarımızın getdiyi yola tabi oluruq. Bəs şeytan onları cəhənnəm odunun əzabına çağırsa necə? Loğman 21. Və ya Peyğəmbər, de, Allah xatirinə iki tək Allaha üz tutun və fikirləşin. Görəcəksiniz ki, sizin yoldaşınızda, yəni Peyğəmbərdə heç bir divanəlik yoxdur. Səbə 46. Allah Taala həmçinin buyurur: Rəbbinizdən sizə nazil edilən Qur'ana tabi olun. Allahı qoyub başqa havadarlara uymayın. Siz öyüd nəsihətə olduqca az qulaq asırsınız. Əl-Ərəf 3. 5. Onların ən çox əməl etdiyi qaydalarından biri də əksəriyyətə qoşulub hər hansı bir fikrin həqiqiliyinə qarşı çıxmaları idi. Hər hansı bir fikrin kənardan gəlməsi və özünə çox tərəfdar tapa bilməməsi bu adamlara onun batıl olduğuna dəlillər gətirmək üçün kifayət edirdi. Bu mövqeyin batilliyini Qur'anın bir çox ayələri sübuta yetirdi. Bu sənin Rəbbindən gələn haqdır, lakin əksəriyyət bunu bilmir. Əl-Ən'am 116. Lakin adamların əksəriyyəti bilmirlər ifadəsi Qur'an-ı Kərimdə 22 dəfədən artıq verilmişdir. Allah Taala həmçinin buyurur: həqiqətən onlardan, yəni Məkkə müşriklərindən əvvəlkilərin əksəriyyəti haqq yolundan azmışdı. Əs-Saffat 71. 6. İrəldə olanlara qarşı etiraz bildirmək. Bəs əvvəlki nəsillərin halı necədir? Taha 51. Və ya öz keçmiş atalarımızdan bunu eşitməmişdi. Əl-Muminin 24. 7. Əməl və dərrakədə mülk, mal və sərvətdə güclü olan tayfiyə arxalanmaq məsələsində Allah Taala cahiliyyə müşriklərinə belə cavab verir: biz onlara verdiyimiz imkanları sizə verməmişdik. Əl-Əhqaf 26. Və ya əvvəllər onlar kafirlik edənlərə qalib gəlirdilər. Lakin bildikləri haqqa gəldikdə onlar onu inkar etdilər. Əl-Bəqərə 89. Onlar onu, yəni Peyğəmbəri öz övladlarını tanıdıqları kimi tanıyırdılar. Əl-Bəqərə 146. 8. Dünya nemətləri ilə, övladla, əsl nəcabətlə və dini mənsubiyyətlə fəxr etmək və təkəbbür göstərmək əlaməti. Hər hansı bir fikri yalnız aşağı təbəqələrin qəbul etdiyini bəhanə edib, onun batilliyinə dəlillər gətirmək. Allah Taala bu barədə buyurur: onlar, yəni müşriklər, sənə ən alçaq, səfil, yoxsul adamlar tabi olmuşkən, biz sənə imanını gətirəcəyik, dedilər. Əş-Şüəra 111. Aşağı təbəqələrin onlardan qabaq haqq yolunu tutduqlarını bəhanə edib, təkəbbür göstərir və burunlarını yuxarı tutub haqdan uzaq dururlar. Allah Taala bu aşağı təbəqələri nəzərdə tutaraq buyurur: öz Rəbbinə dua edənləri yanından qovma. Əl-Ən'am 52. Aşağı təbəqələrin yoxsul, zəif və xəstələrin dini qəbul etdiklərini bəhanə edib,
onun batilliyini iqrar etmişlər. Allah Teala onların bu mövqeyini belə ifadə edir. Əgər bu dində bir xeyir olsaydı, bu adamlar bizdən qabağa düşə bilməzdilər. Əl-Əhqaf 11. Əcəba, Allahın aramızda lütfünü rəva bilib bəxş etdiyi kimsələr bunlardırmı? Məyər Allah şükür edənləri daha yaxşı tanımırmı? Əl-Ən'am 53. Dünya həyatı onları kör etdi. Onlar elə bildilər ki, Allahın bəxş etdiyi dünya neymətləri onun razılığının əlamətləridir. Bunu Allah kəlamı belə ifadə eləyir. Biz hamıdan çox sərvət və övlada maliki, bizə əzab verilmir. Səbə 35. Müqəddəs evə, yəni Kəbəyə sahibliklə fəxr etmək. Allah Teala bunu pisləyərək buyurur. Kəbə əhalisiniz, sizə heç bir şey olmaz deyə iman gətirməyi özünüzə sığışdırmayıb, gecələr bir yerə toplanaraq, Qur'an və Peyğəmbər barəsində ağzınıza gələni deyirsiniz, yaxud onlardan üz döndərirsiniz. Əl-Muminun 67. Peyğəmbər övladları olmaqla fəxr etmək. Allah Teala bu barədə buyurur. Onlar, yəni Peyğəmbərlər bir tayfə edilər ki, keçib getdilər. Onların kəsb etdikləri özlərinə, sizin kəsb etdikləriniz isə sizə aiddir. Onların əməlləri barədə sizə sorğu-sual olunmaz. Əl-Bəqərə 134. Sənətlə fəxr eləmək. Məsələn, köçərilərin əkinçilərlə münasibətdə təkəbbür göstərməsi. 9. Fasıq alimlərin əsassız fəlsəfi fikirlərinə tabe olmaq əlaməti. Allah Teala buyurur. Ey iman sahibləri! Yahudi alimləri və Xristiyan rahiblər adamların malını batilliklə mənimsəyib, onları Allahın yolundan döndərirlər. Ət-Tövbə 34. Dininizdə haqsız yerə ifrata varmayın. Lap əvvəldən yol azmış və çoxlarını da azdırmış, düz yoldan azmış bir tayfanın istəklərinə uymayın. Əl-Maidə 77. Bu əlamətin məntiqi davamı ravinləri və rahibləri ibadətdə Allaha şərik qoşub məbud bilməkdir. 10. Dindarların bilik və mədəni inkişaf səviyyəsindən çıxış eləyərək onun batilliyinə dəlillər gətirmək. Allah Teala bu barədə buyurur. Başqa düşməndən sənin fikrini qəbul edirlər. Hud 27. Yəni cəmiyyətin ən aşağı təbəqələri olan kasıblar, füqəralar, səfillər və ilaxır dini dərindən başa düşmədən və Nuhu bir peyğəmbər kimi dərk etmədən ona uyurlar. 11. Düzgün olmayan haqsız müqayisə yolu ilə dinə qarşı çıxmaq. Allah Teala buyurur. Siz də bizim kimi bəşər övladlarısınız. İbrahim 10. Yəni Allahın insanları haqq dinə dəvət etmək üçün göndərdiyi peyğəmbərlər, mələklər deyil. Onlar kimi yeyən, içən, geyinən adi adamlardır. 12. Düzgün olmayan yersiz və haqsız müqayisələrdən istifadə etmək. Eyniyyət və fərqi başa düşmədən eyniyyəti iddia etmək. 13. Alimlər və əməl salih adamlarının şəninə təriflər söyləməkdə ifrata varmaq. Allah Teala'nın bu kəlamında deyildiyi kimi, ey kitab əhli, öz dininizdə ifrata yol verməyin. Allah haqqında yalnız haqq olanı deyin. Ən-Nisa 171. 14. Bura qədər sadaladığımız əlamətlərin hamısı isbat və inkar qaydasına əsaslanır. Müəyyən bir məsələnin isbat və inkarında nəfsin hökmü və ehtimal əsas götürülür. Allahın nazil etdiyi aydın fikirlər rədd edilir. 15. Allahın vacib bildiyini başa düşə-düşə ona tabi olmaqdan imtina etmək. Allah Teala'nın buyurduğu kimi, ürəkləriniz pərdəlidir. Ən-Nisa 155. Yəni müşriklər Allahın hökmünə qarşı çıxdıqları üçün Allah Teala onların qəlblərini iman üçün bağışlamışdır. Ey Şüeyb! Dediklərinin çoxsunu başa düşmürük. Hud 91. Allah Teala onların yalanını üzə çıxartdı və göstərdi ki, bu dinsizliyin səbəbi onların ürəklərinə möhür vurulmasıdır. Yəni haqq yolunu tutmaq üçün bağlı olmasıdır. Bunun da səbəbi yol verdikləri küfürdür. 16. Haqqı batillə əvəz etmək və haqqı bilə-bilə gizlətmək əlaməti. Allahın nazil etdiyi kitablara rədd edib, onları sehr kitabları ilə əvəz etmək. Bu barədə Allah Teala buyurur. Kitab verilənlərin bir dəstəsi Allahın kitabına arxa çevirdilər. Elə bil ki, heç nə bilmirlər. Süleyman səltənətinə dair şeytanların oxuduqlarına uydular. Əl-Bəqərə 101, 102, 17. Öz batil fikirlərini peyğəmbərlərə şamil etmələri. Bu barədə Allah Teala buyurur. Süleyman kafir olmadı. Əl-Bəqərə 102. İbrahim nə Yahudi, nə də Xristiyan idi.
Ali İmran 67. 18. Bəzi əməli salih adamlara qarşı onların bir çox ardıcıllarının nalayiq hərəkətlərə yol verdikləri üçün mənfi münasibət bəsləmə. Məsələn, Yahudilərin İsa ona salam olsun barədə, Yahudi və Xristiyanların Məhəmməd ona və ailəsinə Allahın salavatı və salamı olsun barədə yol verdikləri haqsızlıq. 19. Sehirbazlara və onlar kimlərə məxsus olub hoqqabazlığı və hilələri əməli salih adamların kəraməti kimi qəbul etmək, bu pozğun əməlləri peyğəmbərlərə aid eləmək. Bu cür əməllər məsələn Süleymana şamil edilir. 20. İbadətdə ifrata varmaq əlaməti. Küt çalmaq və ya əl çalmaqla ibadət eləmək. Sufi dərvişlər belə edirlər. Bu barədə Allah Teala buyurur. O kəslər ki, dinlərini oyuncaq, əyləncə etmiş. Əl-Əraf 51. Onların Beytül-Həramdakı namazı fit verib, əl çalmaqdan başqa bir şey deyildir. Əl-Ənfal 35. Bədənin ayıb yerlərini açmaqla ibadət etmək. Allah Teala bu barədə buyurur. Əgər çılpaq namaz qılınarsa, günahdır, batildir. Əl-Əraf 28. Verilən ruzinin ibadət adı ilə tərk etmək. Krişnaçıların inək ətini yeməməkləri kimi, həmçinin bəzi müsəlmanların ağ balığı haram bildikləri kimi, ibadətə naqislik gətirmək. Məsələn, Ərafatda vüqufu, yəni dayanmağı rədd etmək. Həmçinin Novruz bayramının İslam dininə hər hansı adiyyəti olduğu haqqında bəzilərinin iddiaları. 21. Təhrif əlaməti. Bilə-bilə, ağılla dərk edə Allahın kitabını təhrif etmək. Yahudilərin bir qismi sözlərin yerini dəyişib təhrif edir və dəlillərini əyərək dinə tənə vurmaq məqsədi ilə eşitdik və qəbul etmədik, eşitməz olasan bərayina deyirlər. Ən-Nisa 46. Həmçinin sözü mətndən ayıraraq təhrif etmək. 22. Batil kitablar yazıb onları Allaha şamil etmək. Allah Teala bu adamlar barədə buyurur. Öz əlləri ilə kitablar yazıb, onların Allah dərgahından olduğunu iddia edənlərin vay halına. Əl-Bəqərə 79. 23. Mənsubiyyət, yəni fanatizm, mənsubiyyətdə cahillik və bundan doğan ziddiyyətlər. Onlar yalnız özlərinə məxsus olan həqiqətləri qəbul edirlər. Allah Teala buyurur, biz yalnız özümüzə nazil olanlara inanırıq. Əl-Bəqərə 91. Bununla belə onlar öz dinlərinin irəli sürdüyü hökmləri bilmirlər. Allah Teala onlara xəbərdarlıq edib buyurur, əgər siz doğrudan da müminsinizsə, onda keçmişdə Allahın peyğəmbərlərini nə üçün qətlə yetirirdiniz? Əl-Bəqərə 91. Onların mənsub olduqları dinə belə son dərəcə ədavət hissi bəsləmələri, onlara və onların peyğəmbərlərinə düşmənçilik edən kafirlərə məhəbbətlə yanaşmaları və bu məhəbbətə məftun olmaları da Allahın bir möcüzəsidir. Cahiliyyə ərəbləri onlara Musanın dinini gətirən peyğəmbərlərlə də ona və ailəsinə Allahın salavatı və salamı olsun eyni ilə rəftar etdilər. Firon əhlinin dini olan sehri kitablarına uydular. Yahudi olmayanların haqlı ola bilməsini inkar edilməsi. Allah Teala bunun barədə buyurur. Yahudilər dedilər, Xristiyanlar heç nəyə yaramırlar. Xristiyanlar isə dedilər, Yahudilər heç nəyə yaramırlar. Əl-Bəqərə 113. Öz dinlərinə aid olan hökmləri inkar edirlər. Məsələn, onlar Kəbəyə həcc ziyarətini inkar edirlər. Allah Teala buyurur, İbrahim millətindən yalnız nəfsi səfih olanlar uzaqlaşırlar. Əl-Bəqərə 130. Hər bir dəstə iddia edir ki, o haqlıdır. Allah Teala onların iddialarını belə təkzib edir. Haqlı olduğunuza dəlillər gətirin. Bəli, Allaha xeyirxahlıqla üz tutan ihsan sahibidir. Əl-Bəqərə 112. Halal haram bilməklə ibadət etmək, Allahın haram buyurduğunu halal etmək məqsədi ilə. Ət-Tövbə 37. Peyğəmbərlər arasında fərq qoymaq. 24. Allahın bütövlüklə ateizm və ya qismən dualizm ad və atributları inkar kimi rədd etmək əlaməti. A. Tətil, yəni ateizm. Fironun iddiası. Mən özümdən başqa bir tanrı olduğunu bilmirəm. Əl-Qəsəs 38. B. Dualizm. Allahın əlamətlərin sahibi olmasına şəriklik. Məcusilərin, yəni zərdüştlərin iddia etdiyi kimi. V. Allahın sifətlərini, yəni atributlarını inkar etmək. Allah Teala bu barədə buyurur.
Lakin siz elə zənn etdiniz ki, Allah siz bildiyinizdən çox bilmir. Füssilə 22. G. Allahın adlarının inkar edilməsi. Allah Teala buyurur. Onlar Ər-Rəhmanı inkar edirlər. Ər-Rəd 30. G. Allahın hikmətinin inkarı və ona nöqsanlarının şamil edilməsi. Allah Teala buyurur. Yahudilər dedilər, Allahın əli bağlıdır. Onların özlərinin əlləri bağlandı və lənətləndilər. Əl-Maidə 64. D. Qəza və qədərin inkarı. Y. Allahın şəriətinə qarşı çıxmaq. J. Dəhrin, yəni həyatın, zəmanənin mahiyyətini təhrif etmək. Allah Teala onların dilindən buyurur. Biz həlak edən yalnız dərkdir. Əl-Casiyyə 24. Z. Allahın nemətlərinin ondan qeyrisinə aid edilməsi. Allah Teala buyurur. Allahın nemətlərini bilirlər, sonra onları inkar edirlər. Ən-Nəhl 83. 25. Allahın mübarək ayələrinin bütövlükdə və ya qismən inkar əlaməti. Allah Teala cahillərin bu fikrini Qur'an-ı Kərimdə göstərir. Allah insana heç nə nazil etməmişdir. Əl-Ən'am 9. Həmçinin cahillərin dilində Qur'an-ı Kərimdə verilən bu sözlər, bu yalnız bəşər sözüdür. Əl-Müddəssir 25. 26. Peyğəmbərin ona və ailəsinə Allahın salavatı və salamı olsun, gətirdiklərinə qarşı açıq və ya gizli hilələrlə çıxmaq. Allah Teala'nın buyurduğu kimi, onlar hiləgərlik etdilər. Allah da onların hiləsinə cavab verdi. Ali İmran 54. Kitab əhlindən olan bir dəstə dedi, möminlərə nazil edilənə, yəni Qur'ana günün əvvəlində inanın, axırında isə onu rədd edin. Ali İmran 72. 27. Öz məqsədləri naminə haqqı iqrar etmək və bundan müəyyən məqsədə çatmaq üçün istifadə etmək əlaməti. 28. Məzhəb təəssübkeşliyi. Allah Teala onların dilindən buyurur, yalnız dininizə tabi olanlara inanın. Ali İmran 73. 29. İslamı qəbul etməyi şirk adlandırmaq. Allah Teala buyurur, heç bir bəşər övladına yaraşmaz ki, Allah ona kitab, hikmət və peyğəmbərlik bəxş etdikdən sonra o insanlara Allahı qoyub mənə qul olun desin. Ali İmran 30. Hidayət yolunu tutanlara ləqəblər vermək, onları ələ salıb dolamaq, bəzilərinin təmiz əhli sünnəni vahabilik adlandırdıqları kimi. 31. Allahın adından yalan və iftira demək. Allah Teala bu barədə buyurmuşdur. Lakin kafirlər Allaha qarşı yalan uydurdular. Əl-Maidə 103. 32. Dəlillər qarşısında məğlub olduqda cahillər hökmdarlara müraciət edib öz şikayətlərini bildirdilər. Firon tayfasının əyyaşları dedilər, Musanı öz tayfasına fitnə fəsad törətməyə, həm səni, həm də sənin tanrılarını atıb getmək üçünmü buraxacaqsınız? Əl-Əraf 127. Onlar haqq yolunu tutanları yer üzündə fitnə fəsad törətmək və onu yaymaqda təqsirləndirirlər. Allah Teala bu barədə onların dilindən buyurmuşdur. Doğrusu mən onun sizin dilinizi dəyişdirəcəyindən və yer üzündə fitnə fəsad törədəcəyindən qorxuram. Əl-Mumin 26. 33. Allahın yer üzündə sahibliyinə naqislik gətirmək, səy etmək. Bizə nazil olanlara inanırıq. Əl-Bəqərə 91. Əslində bunları da inkar edirlər. 34. Elmi bilmədən insanları zəlalət yoluna dəvət etmək. Bu yol azmağın əsasıdır. 35. Allahın şəriətini pozmaqla ona məhəbbətə çağırmaq. Allah bu adamları, əgər Allaha məhəbbətiniz varsa, Ali İmran 31 ayəsi də ifşa edir. 36. Bilə-bilə insanları küfrə sürükləmək. 37. Nuhun milləti kimi məkr və təkəbbür göstərmək. 38. Onların imamları ya fitnəkar alimlər, ya da ki cahil abidlərdir. Allah Teala'nın buyurduğu kimi, halbuki Musa'nın dövründə onların bir çoxu Allahın kəlamını, yəni Tövratı dinləyib anladıqdan sonra bunu bilə-bilə təhrif edirlər. Əl-Bəqərə 75. Məyər onlar bilmirlər ki, Allah onların gizlətdiklərindən də aşkara çıxartdıqlarından da xəbərdardır. Əl-Bəqərə 77. Onlardan, yəni Yəhudilərdən bəziləri avam bisavaddılar. Kitab, yəni Tövrat yazıb sonra onun müqabilində biraz pul almaqdan ötürü bu Allah tərəfindəndir deyirlər. Əl-Bəqərə 78. 39. Yalançı ümidlərlə yaşamaq.
Allah Teala buyurur, onlar yəni Yəhudilər cəhənnəm odu bizə bir neçə gündən artıq əzab verməz deyərlər. Əl-Bəqərə 80. Həmçinin deyirlər, cənnətə yalnız Yəhudi və ya Xristiyan olanlar daxil olacaqlar. Əl-Bəqərə 111. 40. Bu adamları xarakterizə edən cəhətlərdən biri də mütləq surətdə öz tayfasının təəssübünə qapılmaqdır. Bu tayfanın həm zalimini, həm də məzlumunu dəstəkləməkdir. Allah Teala bu mövzuda çoxsaylı ayələr nazil etmişdir. 41. İnsanı törətmədiyi cinayətdə ittiham etmək. Allah Teala buyurur, hər kəsin qazandığı günah ancaq onun özünə aiddir. Heç bir kəs başqasının günahını daşımaz. Əl-Ən'am 164. 42. Başqa birisinə görə adama tənə etmək. Hədisdə deyilir, sən ona anasına görə tənə etdin. Bununla sən göstərdin ki, nadan xasiyyətə malik adamsan. Əl-Buxari 43. Müqəddəs evə, yəni Kəbəyə sahibliklə fəxr etmək. Allah Teala bunu pisləyərək buyurur, Kəbə əhlisiz, sizə heç bir şey olmaz deyə iman gətirməyi özünüzə sığışdırmayıb, gecələr toplanaraq Qur'an və Peyğəmbər barəsində ağzınıza gələni deyirsiniz, yaxud onlardan üz döndərirsiniz. Əl-Muminun 67. 44. Tanıdıqları adamların əzəmətindən qəlbə düşən ağırlıq. Allah Teala onları dili ilə deyir. Onlar yəni müşriklər dedilər. Məyər bu Qur'an iki şəhərdən, Məkkədən və ya Taifdən olan böyük adama, ya Valid bin Mücraya, ya da Bülvə bin Məsuda nazil edilməklə deyildirmi? Əz-Zuhruf 31. 45. Allaha hökm vermək, ona iddia ilə müraciət eləmək. Yuxarıda verilən ayədə deyildiyi kimi. 46. Peyğəmbərin ardıcıllarını sədaqətli olmaqda və ya dünya malına yiyələnmək məqsədi ilə güdməkdə ittiham etmək. Onların əməllərinin sənə, sənin əməllərinin isə onlara heç bir dəxli yoxdur. Əl-Ən'am 52. 47. Nazildə küfür əlaməti. Mələkləri inkar etmək, peyğəmbərləri inkar etmək, kitabları inkar etmək, Allahın buyurduqlarından boyun qaçırmaq, axirət gününü inkar etmək, Allaha görüş barədə yalanlar uydurmaq, Peyğəmbərin axirət günü barədə verdiyi xəbərləri təkzib etmək. Allah Teala bu xüsusda buyurur, öz Rəbbilərinin ayələrini və onunla görüşü inkar edənlər. Əl-Kəhf 105. Allah Teala'nın qiyamət gününün sahibi Əl-Fatihə 3 kəlamının inkarı buna aiddir. Həmçinin bu məsələyə alış-verişin, dostluğun və şəfaətin mümkün olmayacağı qiyamət günü Əl-Bəqərə 254 və yalnız haqqa şəhadət verənlər bilirlər. Əl-Zuhruf 86 kəlamları da aiddir. 48. Müşriklərin dinini müsəlman dinindən üstün tutmaq. Məkkə müşriklərinin Yəhudilərdən Məhəmmədin gətirdiyi din haqda soruşduqda, onlar müşriklərin batil inanclarını nəzərdə tutaraq kafirlərə belə cavab verirlər. Bunlar müminlərdən daha doğru yoldadılar. Ən-Nisa 51. 49. Haqqı təkzib etməklə tam ziddiyyətli vəziyyətə düşmək. Allah Teala'nın buyurduğu kimi, onlar haqq, yəni Quran nazil olduqda onu yalan saydılar. İndi isə dolaşıqlıq, təşviş içindədirlər. Qaf 5. 50. Onlara aid olmayan məsələlərdə onlara qarşı çıxmaq. 51. Əvvəlki nəsillərdən olan əməli salih insanlara qarşı çıxmaqla onların yolunu tutmağa çağırmaq. 52. Allaha iman gətirənləri öz yolundan döndərmək. 53. Küfr əməllərə və kafirlərə